Venezuelada baş verən son hadisələrlə bağlı cəmiyyətdə müxtəlif fikirlər var. Bəzi kəsim bildirir ki, Amerika Birləşmiş Ştatları beynəlxalq hüququ çox kobud şəkildə pozaraq başqa bir xarici ölkəyə müdaxilə eləyib və oranın prezidentini, onun həyat yoldaşını ölkədən qaçırıb. Bir kəsim isə bildirir ki, Amerika Birləşmiş Ştatları düz eləyib, çünki Maduro xalqına zülm edən, avtoritar rejimlə ölkəni idarə edən, xalqı yoxsul və səfil vəziyyətə düşməsinə səbəb olan bir prezident idi. Deməli, fikirlər müxtəlifdir və hər fikri də dəstəkləyən müxtəlif nüanslar və faktlar var. Amma mənə görə şəxsən ən əsas göstərici xalqın buna münasibətidir. Yəni Venezuela xalqının. Yəni biz Azərbaycanda oturub, xaricdə oturub müxtəlif fikirlər səsləndirə bilərik. Bunun heç bir önəmi yoxdur, çünki situasiyanı bizdən də yaxşı bilən, bizdən də doğru analiz edən təqribən 30 milyon əhalisi olan Venezuela xalqı var. Bax, məni maraqlandıran o idi ki, Venezuela xalqının bu məsələyə təpkisi necə olacaq və gördüyümlə və gəldiyimlə nəticə budur ki, Venezuela xalqı dünənlərim küçələrə axşaraq bayram ediblər, oxuyublar, şənləniblər, rəqs ediblər və Maduro'nun ölkədən oğurlanmasına bir növ seviniblər. Eyni zamanda da güya ki, prezident seçkilərində 80%, 90% səs toplayan Maduro, güya xalqın tam dəstəklədiyi bir prezident isə heç bir müqavimət göstərilmədən Amerikanın onu qaçırtmasına göz yumdu. Həm Venezuela hərbisi, həm Venezuela polisi, həm də Venezuela xalqı. Yəni müqayisə üçün oxşar hadisə təqribən 9-10 il öncə Türkiyədə də yaşanmışdı və Türkiyə xalqı Erdoğanı, həqiqətən də xalqın seçilmiş prezidentini, xalqın seçilmiş liderini müdafiə etmək üçün küçələrə axışdı. Silahın, topun, tüfəngin qabağına yalın çıxaraq Erdoğanı qorudu, Erdoğanı müdafiə etdi və həmin o ölkədə baş verən çevrilişin qabağını aldı. Amma Venezuela'da biz bunu görmədik. Bəs haradaydı Maduro'nu qoruyan onun polisi, onun hərbi elitası? Yaxşı, onları bir yana qoyuram. Bəs xalq, axı sən 80%, 90% xalqın səsi ilə seçilmiş güya prezidentsən. Bəs xalq niyə çıxmadı? Heç 100 nəfər belə çıxmadı. Yəni 30 milyonluq Venezuela xalqından heç 100 nəfər belə çıxmadı ki, Maduro plakatları ilə. Bəs biz prezidentimizi dəstəkləyirik, biz Maduro'nu dəstəkləyirik, Amerika işğalçıdır. Heç 100 nəfər belə görmədik. Və hesab edirəm ki, ən böyük göstərici də məhz budur. Venezuela xalqının verdiyi rəy. Bundan da aydın olur ki, hər bir lider, hər bir ölkə başçısı, prezident əgər xalqına qucaq açmayacaqsa, xalqına yaxşı davranmayacaqsa, ədalətli bir lider olmayacaqsa, sabahları Maduro'nun və yaxud da ki, hər hansı bir başqa formada eyni aqibəti yaşayacaqsa, onu qoruyan da olmayacaq. Nə onun polisi onu qoruyacaq, nə onun hərbiçisi qoruyacaq, nə də xalq onu qoruyacaq. Amma ki, həmən o ölkə başçısı ədalətli olarsa, xalqının yanında olarsa, xalqla ölkədə demokratik mühit yaradarsa, ümumiyyətlə belə bir hadisə baş verməyəcək. Baş versə belə də, Türkiyə misalında olduğu kimi, həmən xalq öz prezidentinin də, öz liderinin də yanında olacaq, arxasında olacaq, çıxacaq, onu müdafiə eləyəcək, hətta onun uğrunda ölmə belə gedəcək. Necə ki, Türkiyədə biz bunun şahidi olduq.